Herkese salam, yeni videoma xoş gəldiniz. Bugün biraz fərqli bir şey eləyəcəyik. Süni intellektdən dəstə quraraq həmin dəstəylə oynamağa çalışacağıq görək. Süni intellektin tövsiyə elədiyi, təklif elədiyi dəstə yaxşıdırmı, pisdirmi? Getdik. Deməli, Clash Royale üçün ən yaxşı dəstən D dedim. Məşhur olan dəstələrdən tövsiyə elədi. Mən də dedim ki, özündəndir. O da belə bir dəstə dedi. Belə baxanda qarışıq ola bilər. İndi oyunda qurum, görək necə görsənir. Deməli, belə bir dəstə oldu. 2.9 ortalama iksirlidir. Təbii ki də mənim ən çox sevdiyim dəstələr demək olar ki, dairə dəstələridir. Nə kubok toplamada, nə də liqa oyunlarında oynayacağım. Çünki kartlarımın səviyyəsi zəifdir demək olar ki, 15 deyil deyə oynamağa risk eləmirəm. Onun üçün klassik birə-bir savaşda oynayacağım Allahın izni ilə. Getdik. Nikita. Bol şans. Rəqibdə də dairə dəstəsinə oxşuyur. Demək ki, donuz dəstəsidir. Bomba qalasına görə biraz avantajlı ola bilərik, əgər donuz dəstəsidirsə. Deyilmiş. Bunu belə atım. Oyda. Vaxtında atdı. Oxu ola bilər, iskelet fitisi ola bilər. Yox, kartopu var. Yaxşı oynadı. İskeletləri təkamüllüdür. Bu dəfə işte zəhəri lazım olar. Görən. Oyda. Görən qəbristanlıq olar. Elə bil hələ ki, havaya vuran kartı görsənmir. Kartopu heç. Tomruq atmalıydım. Topu düşünməmişdim. Dedim birdən qalaya gedərlər. Yol üstü atım iskeletləri öldürsün. Ayala birini vurdu. O da qalaya birini vurdu. Eyb yox. Bu tərəf atacağım. Əgər iskelet ordusu da təkamüllüdürsə, zəhərlə müdafiə eləmək olar. Bunu atım. Tələsdim. Demək olar boşuna işlətdi. Kartofun da boşuna işlədir. Bomba qalasını əlimdə saxlamışam. Elə bilirəm zəhərdir. Səndən və bayaq istifadə eləmişdim. Raketi var idi ayda. Müdafiəsi çox qəşəng görsənir dəstənin. Yaxşı. Oyun vura bilməm. Tomruğu niyə boşuna atıram? Onsuz da bomba qalası vurur da. Kartofunu çox təxminsiz atdı. Elə bildir sol tərəfə qoyacağım. Vuracaq. Əla. Oyunu saldı. Təşəkkürlər. Yox. Nə belə? Yaxşı oyun. Əla. Çox yaxşı dəstədir. Bəyəndim. Amma mədənçi dəstəsi ilə ağlayır. Amma mədənçi dəstəsi
oyunu çox uzatmalara apara bilər də. O biraz problemdir. Yəni can sıxıcıdır belə deyim. Gedək görək ikinci dəstəni nə deyəcək. İkinci dəstəmiz belədir. Yəni bu dəstədə hücum kartı demək olar ki, yoxdur. Qəribə gəldi. Yəni bir dənə uzaqbaşı haydutdur. Gedək dəstəni quraq. Demək olar belə bir dəstədir. Yəni həqiqətən maraqlıdır. Hücuma necə keçəcəyik? Nə edəcəyik? Heç bir fikrim yoxdur hələ ki. Görək nə edə biləcəyik. Nutcris golem var idi. Bol şans. Deyəcəkdim, əgər golemlə oynayırsa problemdir. Sonra baxdım, yox, bina kartımız var imiş. Valkür atsam bundan yaxşı idi. Mən də gözləmirdim. Haydut mədənçini vursun. Heç o da gözləmirdi. Əgər Tesla gizlənməsəydi, büyülü oxçunun vuracağı Tesla'ya da deyə bilərdi. Əgər qalaya vurdu, sağ olsun. Bu təkamülli olsaydı, deyirəm də raket daha yaxşı olardı. Əla gecikdi. Ayda buz ruhunun gecikdi. O da raketi səhv atdı. Çox yaxşı oldu. Bu nə tər smalikdir. Rəqibdə də dairə dəstəsidir. Raketi olmağı biraz problemdir. Dəqiqədə bir raket attırmaq üçün fürsət verirəm elə bil. Bu dəfə yaxşı oynadı. Ay Allah. İnanmıram bu oyunu da bilin, bir səhv eləməsə əgər. Əla, tam alo topun üstünə atdı. Haydut vursaydı. Əla, ölmədi. Oha. Oha. Bunu heç işlətməmişəm bayaqdan. Bura qoyum. Bədən çatsa vursun. Raket istifadə elədim. Əla, büyülü oxçunun vurduğu qalaya dəyir. Başı qarışdı qalanın. Həqiqətən udacağımı gözləmirdim. Keçən oyundakı kimi oldu. Udacağımı gözləmirdim. Bir təhər utduq. Yəni dəstə yaxşı. Dəstə dairəsəl baxımından yaxşıdır, gülür. Dairəsəl baxımından yaxşıdır, amma hücum kartı demək olar ki, yox idi da, o dərəcə. Üçüncü dəstəyə keçək. Üçüncü dəstə belədir. Phoenix türkcə nə idi? Hə, Anka quşu. Anka quşu ilə demək olar ki, oynamıram. Sevmirəm, yəni qəribə bir kartdır. Quraq görək necədir. Belə bir dəstədir. Bir dənə təkamül, bir dənə də qəhrəman var. Demək olar hər ikisini də pulsuz şəkildə almışıq. Dəstə haqqında fikrimi desəm, bina kartı biraz zəifdir. Anka quşu bayaq dediyim kimi çox istifadə eləməmişəm. Havaya vuran kartlarda 2 dənədir. Yaxşıdır, amma ikisi baxımından biraz bahadır. Biraz bahadır da yəni. Ümumi ortalama ikisidir 3.9-dur, dairə deyil. Görək nə olacaq. Ekloşit. Bol şans. Mədənçi ilə başlayaq. Yenə bu kart. Bunu atım, amma vurduqca nə deyirlər ona? Öyle şey alacaqdı özünə oyda. İskelet qazanacaq özünə, belə deyim. Oy 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 oy. Taktikaya bax.
Devə çatacaq. Çatdı demək olar əla. Qalasına biraz toxunmaq oldu. Cəhənnəm əjdarsının canı niyə azaldı? Heç fikir vermədim, amma cəhənnəm əjdarsı üçün elektro əjdaha yaxşı oldu. Bacarığını istifadə edəcək, yox eləmədi. Bu niyə uzağa qoydu? Monster yaxınlaşmalıdır. Dev açsaydım yaxşı olardı deyə düşünürəm. Buraxar? Yox, buraxmadı. İskeletləri boşuna atdı. Demək olar ki, qara prensə vura bilmədilər. Oxu niyə oturuyor? İksiri işlətdi deyirəm, buradan deyirəm gedim. Sonra deyirəm üzümə keçər, problem olmasın. Deyirəm arxadan başlayaq. Əslində anka quşu ölənə yaxın devi ortadan açsaydım, oydu. Devi ortadan açsaydım, heyecanlıdır. Devi ortadan açsaydım, yumurtadan digər bir quş çıxa bilərdi. Bunu keçirim bu tərəfə. Hansını keçirdim? Əla. Məndə 2 dənə əjdaha var, yəni uçan bir şeydə belə deyim. Rəqibdə də şey var. Nə deyirlər ona? 2 dənə golem. Oy. Elə bildim hücuma dəhşət keçəcək, sonra da mən müdafiə yaxşı oldu. Rədd elə görəm bu golem buradan. Nə bilim vallahi həqiqətən müdafiə də yaxşı oldu. Demək olar ki, aparıcı kart elektro əjdaha oldu. 3-cü tarz gələcək. Gəl. Əla. Yaxşı oynayırdı. Demək olar ki, 3 dərsdə 3 dənə də qalibiyyət. Bunu da etiraf eləməliyəm ki, 2-ci dərsdə xoşuma gəlmədi. Haydut olan, yəni hücum kartı yox idi. ChatGPT də, yəni süni intellekt də bir işə yarayır Clash Royale oyununda. Həm mənə dəstək olmaq üçün, həm də belə videoların davamlı olması üçün videonu bəyənib kanala abunə ola bilərsiniz. Özünüzə çox yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.